Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün noyabr ayının 4-üdür. Həftənin çərşənbə axşamı günü 2025-ci ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Məktəblərdə tətil günlərinin vaxtı və müddəti bəlli oldu. Bundan bağlı demək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərarına əsasən 8 noyabr Zəfər günü və 9 noyabr Dövlət Bayrağı günü ilə əlaqədar olaraq 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrda. 5 günlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrda. Bu barədə News 365 az saytı Modernaza istinadən xəbər verir ki, məktəbə qədər ümumi təhsil məktəblərində Dövlət Agentliyindən demək məlumat yayılıb. Məlumatda o da qeyd olunur ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.